Bizim bugünkü mövzumuz məhz uşaq-valideyn münasibətləridir. Yer gəlmişkən görürəm, burada artıq suallar yazırlar ki, oğlum söz eşitmir, sözə baxmır. Bəli, bir çox valideynlərin aktual bir problemidir ki, xüsusən də yeniyetməlik çağında bilmirlər ki, övladları ilə nə cür münasibət aparsınlar ki, aralarında o bir-birinə qarşı olan sevgi hissləri, hörmət, dəyər hissi də itməsin. Çünki doğrudan da uşaqların o keçid mərhələsində onlara hardasa bir təsir göstərmək, idarə etmək istəyi çox çətinləşir və bu da bir problemdir. Sizə deyim ki, valideynlər çalışırlar uşağı bir növ idarə etsinlər. Ona görə də bu məsələyə bir qədər geniş baxmaq üçün biz məhz uşaq-valideyn münasibətlərini ailə çərçivəsində nə cür təhlil edə bilərik ki, məhz psixoloji aspektdə ailədə heç kəs əziyyət çəkməsin, hər kəs komfortlu yaşasın. Ona görə bizim Fenix klubumuzun bugünkü mövzusunu mən həsr etmək istəyirəm. Məhz bu məsələyə. Bax, bu hal-hazırda uşaq və valideyn arasında yaranmış problemlərə nə cür aydınlıq gətirmək olar, hansı çıxış yolları var, bacı-qardaş arasında, bax deyirlər, hal-hazırda yazırlar ki, dalaşırlar, ola bilər ki, bu da bir normal bir mərhələdir. Sadəcə olaraq valideynlər buna nə cür münasibət göstərir, hansı vasitələrdən, hansı alətlərdən istifadə edir ki, məhz bu valideyn-övlad münasibətlərini yoluna qoysunlar. Gəlin birinci özümüzdən başlayaq da. Biz də uşaq olmuşuq da, düzdürmü? Biz də hər birimiz uşaqlıq aləmindən gəlmişik. Elə sual verəndə ki, uşaqlığınızı necə xatırlayırsınız? Çox vaxt hər kəs yadına düşən uşaqlıq travmalarını misal üçün də dilə gətirməyi sevir. Bu bir, nə bilim, trendə mi çevrilib, nədir? Çünki çox vaxt hansısa bir problemli məqamlar olanda insanlar axı adət ediblər, məsuliyyəti atsınlar bir başqasının üzərinə. Və çox vaxt da deyirlər ki, bəli, valideyn travmasından gəlir, mənim hal-hazırda belə bir ehtiyac, emosional cəhətdən tez-tez sarsılmağım ondan irəli gəlir ki, valideynlərim mənə vaxtında bunu və bu siyahı uzun-uzadı çoxalır. Bu insanlar meyillidir. Ümumiyyətlə, hər şey yaxşı olanda, yəqin ki, bax, mənimlə razılaşarsınız da, indi fikirləriniz varsa yazılı formada bildirin. Təşəkkür edirəm, hər birinizi xoş gördük. Baxın, biz hər şey yaxşı gedəndə deyilir ki, mən bacardım, mən etdim bunu, mən güclüyəm, mən özgüvənliyəm, mən şanslıyam. Hər şeyi özümüzə bağlayırıq ki, mən bunu etdim, bacardım. Çox gözəl bir hissdir. Amma nəsə yanlış gedəndə, nəsə bizim istədiyimiz kimi getməyəndə dərhal atırıq valideynlərin üzərinə. Dərhal deyirik ki, valideynimiz günahkardır, vaxtında mənə bunun sevgini bildirməyib, vaxtında mənə ciddi şəkildə təzyiqlər edib, qadağalar içərisində böyümüşəm. Ona görə məndə indi bax bu alınmır. Hiper qayğı içərisində böyümüşəm və ona görə də hal-hazırda özüm sərbəst qərarlar qəbul etmirəm. Emosional cəhətdən anamla çox bağlıyam, təsir altından çıxa bilmirəm. Əslində özgüvəni valideyn yaradır. Əlbəttə, valideynlərin övladlara təsiri var. Yəni burada bilirsiniz, psixoloji aspektdən biz uşaqları, yəni bir görsək ki, onların inkişaf mərhələsində, psixoemosional inkişaf mərhələsində hansı etaplar mövcuddur, insan bunu dərk edəndə başa düşür ki, hər etapın öz tələbatı var. Yəni uşaqla davranış modelində təəssüflər olsun ki, valideynlərin bir çoxu bundan xəbərsiz olur və uşağını qorumaq üçün uşağına hansı valideyn istəyər ki, uşağına qərəzli şəkildə belə deyim, pis bir mənada təsir göstərsin. Düz deyil, var belələri, uşaqlarına fiziki fəsadlar verən valideynlər də var, amma onlara valideyn adı vermək olmaz da. O başqadır, o başqa bir problemlərdir. Amma həqiqətdə valideyn övladını qorumaq istəyir pisliklərdən, həyatın bir çox problemli məqamlarından. Lakin əgər biz nəzərə alsaq ki, bu məsələdə insan maariflənəndə çalışır öz davranışını hardasa korreksiya etsin. Nə qədər çətin olsa da bunu etməyə bacarır. Əgər, belə deyim də, məlumatlı olarsa. Belədir, sözünü yığışdırırıq. Bəli,
Mənim də yadıma gəlir belə məqamlar ki, məndən nəsə balaca olanda soruşanda ki, yaxşı nə istəyirsən? Bunu istəyirsən, duzlu istəyirsən, yoxsa bundan istəyirsən? Mən dərhal mamamın üzünə baxardım. Əslində mamam heç vaxt mənim üstümə qışqırmır. Özü yoxdu idi burada. Bəlkə də birazdan gəlsə, doğrudan da heç vaxt belə ciddi şəkildə mənə nəyisə təzyiq göstərsin, fiziki olaraq vursun. Məndə ümumiyyətlə belə hallar olmayıb. Amma onun o baxışları ki, o baxışı ilə bax belə gözlərini süzürdü də. Mən dərhal başa düşürdüm ki, mama mənimlə razılaşacaq, yoxsa razılaşmayacaq. Və onda ə, mənə deyirdilər ki, mamaya baxma, mənə bax, sən özün nə istəyirsən, de görüm özün nə istəyirsən. Bax bu məsələdə doğrudan da insanların sərbəst qərar qəbul etməkdə çətinliklərin hardasa ana ilə valideyn, yəni valideyn fərq etmir də, ana, ata, valideynlər arasında ciddi şəkildə emosional bağlarla əlaqəli olur ki, valideyn nə hiss edirsə, sən də onu hiss etmək istəyirsən də. Yəni bir özündən asılı olmayaraq bir simbiotik münasibət. Əgər valideyn nəyisə istəmirsə, sən nə qədər də buna meyl göstərsən, arzulasan belə, o sənin o qədər də ürəyini açmır. Var göz kontaktı azdır. İndi suallarınıza yavaş-yavaş belə deyim də, mövzunu istəyirəm ki, ana xəttini sizə çatdırım. Məqsəd nədir? Bu mənim çıxışımın, bu mövzu ətrafında danışmağımın əsas məqsədi nədir? Onu sizə çatdırım. Suallarınıza da nəzər yetirəcəm. Ona görə zəhmət olmasa biraz səbirli olun. Fərq etmir. Uşağın ola bilər ki, lap kiçik körpə uşaqlarla da valideynlər arasında hardasa təşviş, həyəcan olur və yeniyetməlik çağında da bir başqa problemlərə çevrilir. Ümumiyyətlə, burada bu məsələdə valideyn nədənsə şikayətçi olanda birinci valideynin hal-hazırki öz düşüncələrinə bir baxış keçirmək lazımdır. Hal-hazırda valideyn özünü necə hiss edir? Niyə bu halla, uşağın bax bu durumu ilə əlaqəli narahatdır? Mən istəyirəm ki, biz bugün valideyn-övlad münasibətlərinin mövzusuna, belə deyim də, yaxın gələndə hər iki aspektdən bu məsələyə nəzər yetirək. Yaxşımı? Niyə valideyn axı özü də nə vaxtsa uşaq olub və özü də bilir ki, bugünkü onun emosional cəhətdən həyəcanlı olmağı, psixoloji hal-hazırda narahatlığı onun keçmişi ilə əlaqəli olan bir vasitədir. Yəni keçmişdə onun valideynləri özləri o necə aparıblar? Bax deyəndə ki, mən sevgisizlikdən əziyyət çəkmişəm, mən kifayət qədər əzizlənməmişəm, psixoloji sığallarım olmayıb. Bu hallar yaşananda valideyn artıq belə deyim də, öz övladına bir başqa cür yanaşmaq istəyir. Bir başqa cür əzizləmək istəyir və çalışır həddindən artıq onu sevgi ilə bürüsün. Valideyn özü necə tərbiyə alıbsa, onu da uşağına aşılayır. Aytən xanım, bəzi hallarda təbii ki, bu ailədən gələn stereotip yanaşmalar ki, valideyn belə olmalıdır, uşaq belə olmalıdır. Bu fikirlərə əsasən mən sizinlə razıyam. İnsanlar çalışır o ssenarinin davam etsin. Lakin bəzi hallarda harda ki, sən başa düşürsən ki, bu belə olmamalıdır, valideyninə qarşı çıxırsan ki, məni həddindən artıq belə deyim, qadağalar içərisində böyümüşəm, çox travmalar almışam. Elə bil ki, həyatımda bu gün uğursuzluqla rastlaşmağımın əsas səbəbi valideynlərimdir. Valideyn arasında problemlər yaşananda, diqqətiniz üçün təşəkkür edirəm. Problemlər yaşananda ki, sən çalışırsan ki, bütün həyatının uğursuzluqlarının məsuliyyətini atasan bir başqasının üzərində, bu hallar insanda o qədər ciddi bir problemə çevrilir ki, insan başlayır öz övladları ilə artıq tamam başqa cür rəftar etməyə və sanki uşaqlıq travmalarını oyatdıqca, ora keçmişə qayıtdıqca, o ağrılara toxunduqca insan bir qədər özü də təşvişli vəziyyətə düşür ki, birdən mənim də övladımda bu hallar yaşanar. Ümumiyyətlə, bu qazıntı işləri aparmağa bənzəyir sanki. Keçmişdə yaşananları oyatmaq, həmin hadisələri sanki öz beynində o qədər aktiv bir vəziyyətdə, aktiv bir fazada gündəmə gətirirsən ki, orada baş verənləri oyadırsan da, o bədəndəki olan hətta hisslər belə oyanmış olur. O emosional yaddaş çox ciddi bir məsələdir. Ola bilər ki, hadisənin gedişatını xatırlamırsan, nə cür olub məsələ. Bax, dedi ki, mən anama qarşı həddindən artıq tutaq ki, də aqressiya hiss edirəm. Bilirəm ki, axı o belə davranmamalı. Deyirsən ki,
Konkret bir hadisəni yada sal, onun gedişatında sən o hadisə ilə əlaqəli uşaq təfəkkürünlə nə düşünmüsən? Onu yada sal, bir baxaq görək nə baş verib də, hansı düşüncə sahibi olmusan o vaxt. Həm çünki sənin o fikirlərin bu gün sənin yaşadıqlarına, bu gün emosional cəhətdən formalaşmasına təsir edir. Həmin insan o hadisələri yada sala bilməyəcək, detallı olaraq. Çünki həmin o davranışda insanın yadına düşən yalnız emosional xatırlamalar olur. Həmin o hissləri o fonda yenidən qabardır, o travmanı oyadır və başlayır həmin o travmanın fəsadlarını bugün öz qərarlarında, uşağı ilə olan davranışında hiss etməyə. Ona görə bu məsələdə biz qazıntı işləri aparanda, əgər insan tək başına oturub başlayır xatırlamağa, bugün də bilirsiniz də, çoxlu sayda mənbələrdən o qədər məlumatlar toplusu var ki, onları oxuduqca sən başlayırsan özünlə belə deyim də, əlaqələndirmə ki, məndə də belə idi, hə, məndə də belə olmuşdu. Mən də o vaxt uşaq olanda anamdan sevgi gözləyəndə anam o qədər işinə vaxt ayırdı, məni unudurdu. Xüsusən də çoxsaylı uşaqlı ailələrdə hər bir uşağa kifayət qədər o sevgini ayırmaq mümkün olmur da. Hamıya o nəvazişi yetirmək mümkün olmur. O illərdə valideynlər də bilirsiniz, keçmişdə çoxlu sayda çətinliklər var idi. Həm ev işlərində, həm atanın öz işində çoxlu sayda uşağa sadəcə elə bir nəyi düşünürdülər? Uşağı vaxtı-vaxtında yeməyi olsun, geyimi olsun, keçimi olsun. Yəni bu istiqamətdə çalışırlar ki, uşağın təhsili olsun, amma emosional cəhətdən uşağa hansı formada özgüvən verək, hansı məlumatı ötürək, bu məsələdə bir qədər çətinlik yaranırdı. Ona görə belə deyək də, hal-hazırda o insan sərbəst şəkildə o qazıntı işlərini aparanda çoxlu sayda travmalarını oyada bilər. Sualınızı yaza bilərsiniz. Yazın, özünüzlə bağlı təbii ki, insanın özü ilə də bağlı olan sorğu suallarına görə elə keçmişə yollanırıq da biz. Elə o keçmişdə valideyn övlad arasında münasibətləri gündəmə gətiririk və başlayırıq səbəbkar axtarmağa. Amma səbəbkar valideyn deyil. Bax, istəyirəm ki, bunu belə deyim, yaddaşınızda saxlayasınız ki, sizin bugünkü durumunuzun səbəbkarı valideyn deyil. Valideynlə öz aranızda olan münasibət çərçivəsində yaranmış sizin emosional durumunuzdur. Bax, buna diqqət yetirmək lazımdır. Niyə görə siz valideyn, misal üçün evə gələndə, sizinlə vaxt keçirə bilməyəndə, siz nə düşünmüsünüz bu barədə? Siz nə fikirləşmişsiniz ananız haqqında? Hansı fikrə sahib olmusunuz? Və yaxud da ki, ananız sizin nəyisə icazə verməyəndə, hansı rəfiqənizlə, misal üçün də bəzən olur, yada salırlar. Hətta görürsən ki, artıq müəyyən yaş çərçivəsini keçmiş xanımdır da, yaşlı bir xanımdır, öz uşaqlıq illərini yada salanda deyir ki, mənə vaxtında anam icazə verməmişdi, son zəngi dostlarımla birgə səhərə qədər qarşılayım, bu mənim üçün böyük bir travma yaşayıb, baxı, o niyə görə eləmişdi, hər kəs getmişdi, günəşi qarşılamışdı, mən bunu edə bilməmişdim, buna görə çox sarsılmışdım. Bugün də o həyəcanı yaşayır ki, axı niyə mənim valideynim, hər kəsin valideyni icazə verdi, mənim valideynim icazə verdi, mənim valideynim məni sevmir. Bax, elə sanki belə bir fikrə sahib olmuşdu. Həmin o yeniyetməlik çağında ona elə gəlmişdi ki, valideyn bunu sevgisizlikdən irəli gələrək, mənim hisslərimə dəyər verməməsindən irəli gələrək bu qadağanı qoymuşdu. Valideynin düşüncəsi isə tamam başqadır. Valideyn həddindən artıq uşağını, övladını sevdiyinə görə o qədər həyəcan, o qədər təşviş keçirmişdi ki, qorxurdu, ətraf mühitdən qorxurdu. O çalışırdı öz övladını bu formada qorusun. Qoruma mexanizmi bu idi. Ona görə burada həm uşaqların əgər biz aspektindən düşünsək, onların düşüncəsində tamamilə bir başqa səhnə formalaşır. Onlar başqa cür buna yanaşırlar, valideynlər başqa cür. İndi yaxşı bir sual verim də burada hal-hazırda izləyənlərə. Valideyn olaraq hal-hazırda siz övladınıza qarşı hardasa bir davranışla bağlı sorğu-sual içindəsiniz? Yoxsa hal-hazırda bax siz bir övlad olaraq valideyninizlə əlaqəli problemlə bağlı narahatsınız? Belə deyək də, övlad sarıdan əziyyət çəkən valideynlər varsa bir yazın, bilək ki, bir valideyndir. Bax, valideyn bu saat sorğu-sual içindədir, bilmir uşağı ilə nə cür davransın. Və yaxud da ki, övlad olaraq valideyninizdən əziyyət çəkirsinizsə 2 yazın. Zəhmət olmasa mən bilim hal-hazırda bizi izləyənlər hansı
problemlə üzləşirlər. 1. Valideynlər 1 yazsın, övladlar 2 yazsın. Baxaq görək, kimlər daha çoxluq təşkil edir bu məsələdə? Aysel xanım, siz necə? Bizim dəyərli, layal iştirakçımız da bu. Siz necə? Valideyn olaraq yoxsa övlad olaraq? Çıxış etmək istəyirsiniz, belə deyim. Hansı mövqedən? Yaza da bilərsiniz, səsinizi aça bilmirsinizsə. Kim yaza bilmirsə, danışa bilmirsə, 1, 2, valideynlər var burada. Belə başa düşdüm. Mən, bilirsiniz, çox təəssüf hissi ilə qeyd edə bilərəm ki, bugün rastlaşdığım bir çox ailələrdə valideyn olaraq, Aydın Dayısı xan, deməli, bir çox ailələrdə aylarla, illərlə öz valideyni ilə danışmayan övladlar var. Bu çox ciddi problemdir əslində. Bəzən deyirlər ki, bu mənim, əlbəttə ki, insan doğrudan da heç kimi belə deyim də, hardasa qınaya bilməz. İnsan həmin o durumda əziyyət çəkir ki, hansısa bir qərarlar qəbul edərkən, o əziyyəti insan özü çəkir. Başa düşürük. Bu travmalardır, insanın öz həyatı ilə əlaqəli əzab çəkdiyi bir məqam. Valideynlər görürəm, burada çoxluq təşkil edir. Bəli, amma övladlar da, baxın, anası ilə, misal üçün, ola bilər ki, hardasa incili yaşasın, hardasa küskünlük yaşasın. Amma bu hallar müvəqqəti bir durum kimi, yəni, qarşılana bilər. Lakin əgər böyük bir faciəyə çevrilirsə, yəni kiçik bir söz-söhbət, anlaşılmazlıq, sanki illərlə davam etdiyi təqdirdə bir faciə olaraq qəbul olunursa, insan başlayır bu vəziyyətdə çalışmağa, bu vəziyyətdən qurtulmaq üçün ayrılıq məqamına keçməyə. Yəni, sanki qopur da ailəsindən. Amma, bax, separasiya nədir? Separasiya deyirlər ki, emosional cəhətdən valideyn-övlad arasında ayrılıq mərhələsidir. Bu mərhələ erkən olarsa və yaxud da ki, həddindən artıq çox gec olarsa, bu sağlam olmayan münasibət modelinə çevrilir. Lakin bəzən düşünürlər ki, valideynlə bir yerdə yaşayır, separasiya olmayan bir insanlardır, onlar ayrıla bilmirlər. Amma əgər biz nəzərə alsaq ki, insan ola bilər ki, ayrı yaşasın valideynlə, başqa-başqa ölkələrdə yaşasın, lakin yeni qoşulanlara təşəkkür edirəm diqqətiniz üçün. Deməli, əgər ayrı-ayrı ölkələrdə yaşayırlar və eyni həmin o emosional bağlardan əziyyət çəkirlərsə, bu həmin o separasiya problemidir ki, insan simbiotik münasibətdən qurtula bilmir. Və indi təsəvvür edin ki, valideyn, övlad bir-birindən küsülü qalıblar, ayrılıblar, başqa-başqa yerlərdə yaşayırlar, danışdırmırlar bir-birlərini. Çox təəssüflər olsun ki, belə hallar var və çoxdur. Və hərənin də buna görə öz, belə deyim də, öz bəhanəsi var. Niyə görə mən anamı və yaxud ki, niyə görə mən atamı danışdırmıram? Niyə görə mən övladımdan üz çevirmişəm, mən onu yaxın buraxmıram? Mənim üçün artıq belə övlad yoxdur. Silirəm onu övladlıqdan. Belə hallar olur. Lakin bu demək deyil ki, bu insanlar hələ də simbiotik münasibətdə deyirlər. Çox güman ki, onlar həmin o emosional travmanı illərlə daşıyırlar və yaşayırlar bununla. Niyə görə belə hallar yaşanılır? Əgər, belə deyək də, biz götürək münasibət problemini ayrı-ayrıqda bir obyekt olaraq baxaq. İnsanın necə biri olmağından asılı olmayaraq, valideynin də öz qorxuları, öz həyəcanı, öz narahatlığı var, öz düşüncələri, öz stereotip fikirləri var və övladının da bu münasibətlə əlaqəli öz yanaşması var. O da öz prizmasında hardasa haqlı ola bilər. O da deyə bilər ki, mən də azadlıq istəyirəm, mən də öz qərarlarımda sərbəst olmaq istəyirəm, mən də təzyiq görmək istəmirəm. Amma onlar bir araya gəlib münasibət çərçivəsində bir əlaqə qura bilmirlərsə, necə qurtulmaq? İndi bax, bu problemin çıxış yollarını mən sizə deyəcəm, yəni tövsiyə xarakterli bunu bildirəcəm ki, hansı istiqamətdə düşünəsiniz ki, bu problemi nə cür aradan qaldırmaq olar? Hər kəsin Novruz bayramı mübarək olsun, çox sağ olun. Hər kəs də çalışır ki, öz ailəsində hüzur, əmin-amanlıq hökm sürsün, düzdürmü? Biz elə ona görə də çalışırıq, belə deyək də, çalışırıq, nə edək? Bu məsələdə ona görə maarifləndirək insanları ki, insanlar başa düşsünlər,
nə cür bundan sonra rəftar etmək lazımdır? Çünki belə deyək də, valideyn-övlad münasibətlərində istər bir yerdə yaşanılarkən, istər artıq yetkin yaşa çatandan sonra ailədən qopub başqa bir yerdə yaşayarkən, o münasibət problemi əzəldən var idisə, o davam edəcək. Sadəcə olaraq fərqli məkanlarda, amma emosional cəhətdən eyni travmaları yaşayacaqlar. Valideynlər, indi gəlin birinci başlayaq valideynlərin prizmasından. Baxaq görək onlar hansı əziyyətlə qarşılaşırlar ki, bu hallar onlarda tez-tez belə deyim, yaşanılır. Tutaq ki, uşağın psixoemosional inkişaf mərhələsində gözə çarpan əsaslı problemlər yeniyetməlik çağında olur. Çünki uşaqlıq körpəlik illərində bir başqa problemlər olur. Valideynin öz həyəcanı uşaqla nə cür davranması ki, onunla belə deyim də, tez bir zaman bütün inkişafında yaranmış hər hansısa bir fəsadlar varsa, onu nə cür aradan qaldırması barədə düşünürsə, uşaq böyüyəndən sonra artıq separasiya mərhələsi ki, ta ki çatır ha, ta ki ailədən uşaq yavaş-yavaş qopmalıdır ya. Bax, həmin vaxtı valideyn artıq öz davranışında əgər hardasa bir ciddi səhvlərə yol verərsə bilmədən, o zaman həmin o separasiya prosesi baş verməyəcək. Elə uşağı artıq bax evdən qopardırıq, bağçaya veririk, ya məktəbə qədər hazırlığa veririk ya. Əgər biz bir valideyn olaraq həddindən artıq aşırı dərəcədə öz sevgimizlə, öz nəvazişimizlə, öz belə deyim, qayğımızla uşağı tamlıqla bürüyürüksə, bu tətildə istirahətimizə təşəkkür edir. Bizim üçün, bax bu mənim üçün istirahətdir. Dəyərli xanım, bu mənim üçün, bu mühit mənim üçün istirahətdir. Psixologiya mövzusunda danışmaq, müzakirələrə qatılmaq. Biz bəzən yoldaşımla gecə saat 2-də, 3-də də psixologiyanı o dərəcədə belə maraqlı bir formada təhlil edirik ki, yəni bu bizim üçün istirahətdir. Çox sağ olun. Baxın, İndi əgər uşağı bax məktəbə qədər hazırlığa ötürən vaxtı bizim sevgimiz həddindən artıq çox olduğu dönəmdə biz o uşaqdan belə deyim, təhvil verəndə görürsünüz ki, çox vaxt uşaq ağlayır, anasından qopa bilmir. Ana dərhal nə edir? Qaçır ki, sanki tez məktəbə qədər müəllimlər deyirlər ki, siz gözdən itin, uşağının başını qarışdıraq, siz qaçın yavaş-yavaş. Bax, bu çox ciddi bir səhvdir. Əgər sən uşağı qoyursansa, hansısa bir tanımadığınız bir məkanda, ondan bu formada qurtulmaq ki, sanki sonradan tərbiyəçilər, müəllimlər onu sakitləşdirəcək, çox yanlış bir addımdır. Niyə görə? Çünki uşaq üçün, bax, tək qalmaq, valideynindən ayrı qalmaq və bu bir ölümə bərabər olan, uşaq axı nə zaman özünü uşaq təhlükəsizlikdə hiss edir? O vaxt ki, valideyni daima onun yanında olur. Böyükləri də, yəni valideyn deyəndə ki, ata da ola bilər, nənə də, baba da ola bilər. Yəni onu öz himayəsində saxlayan, yəni insanlar onun yanında olanda uşaq özünü təhlükəsizlikdə hiss edir. Lakin uşaq gözü ilə, o göz kontaktı ilə həmin o tanıdığı simaları görməsi, istər 4 yaşı olsun, 5 yaşı olsun da, amma birinci separasiya prosesində uşaq ölüm qorxusu qədər böyük bir həyəcan və təşviş keçirir. Bu travmadır. Buna deyilir erkən separasiya halı yaşanması. Bax, bu travmaya yol verməmək üçün qəti şəkildə uşağı belə tək qoyub qaçmaq olmaz. Bunu tədricən etmək lazımdır ki, sanki bax, sən buradasan, mən qapının qırağındayam. Hələ heç yerə getmədən uşaq başını qarşı oynayır, eləyir. O baxır ki, ana yoxdur, sonra görür ki, ana o tərəfdədir. Yəni, yavaş-yavaş, tədricən bu mərhələni keçidini etmək mümkündür. Bir qədər sadəcə valideynlər uşaqlarına qarşı səbirli yanaşmalıdırlar. Bu, indi erkən mərhələdə olan bir problemlərdir. Uşaq tez bir zamanda sosiallaşmalıdır, uşaq da kommunikasiyaya meyilli olmalıdır. Bu sarıdan problemlər varsa, deməli, uşağı həddindən artıq himayəsində, belə deyim, o qayğı ilə, o sevgi dolu içərisində saxlayanda, pambıq içərisində uşağı böyüdəndə, bu zaman təbii ki, Parkikovu deyirəm də mən belə uşaqlarda, məndə də olub belə bir problem. Mənim də 2 övladım var, ikisi də, biri 7 yaşındadır, biri 9 yaşındadır. Mən də uşaqlarımla bu cür davranmışam və təcrübədə görə ki, harda, misal üçün, səhvlərə yol verilir, onu dərhal korreksiya formasında təşəkkür edirəm də. Allah bütün uşaqları, övladları qorusun. Çünki onların üzərində olan o təbəssüm, bunun üçün biz əlimizdən gələni edirik. Bəzi hallarda dediyim kimi valideynlər bilmədən hardasa uşaqlara qarşı səhvlərə yol verirlərsə, vaxtında bunu görmək, təhlil etmək və düzəltmək mümkündür. Heç zaman gec deyil. Bax, hətta yeniyetməlik vaxtıdırsa, yetkin dövrə keçid bir mərhələsidirsə, hətta bu saat ola bilər ki, misal üçün, valideynlər övladlarını artıq
evləndirməyə hazırlaşırlar. Hal-hazırda bu saat gərginlik yaşayırsınızsa, bu o demək deyil ki, bu dünyanın sonudur və artıq siz belə deyək də özünüzü günahlandırmaqla yaşamalısınız. Yox, hər zaman bu problemi yoluna qoymaq olar. İnsan ta ki dərk edəndən sonra ki, mənim hansı düşüncəmdə olan o kognitiv, buna təhrif deyirlər də, hansı çat baş verib, hansı o disfunksiya baş verib ki, mən bu cür yanaşırdım, övladıma bu formada davranırdım ki, onu insan təhlil edəndə başa düşəndə o artıq başqa düşüncə tərzinə, başqa yanaşma ilə çalışır o münasibətlərdə düz belə deyək də harmoniya yaratsın. Və bu istiqamətdə mən hələ ki valideynlərin bax prizmasından danışıram ki, nə cür uşaqlarla yola gedə bilərik. Xüsusən də yeniyetməlik, bax məktəb illərində başlayır başqa problemlər. Uşağın təhsilə olan marağı, uşağın misal üçün də başqa bax bu hal-hazırda ən çox valideynlərin şikayətlərini yəqin ki siz də eşitmisiniz. Əgər siz də valideynsizsə, siz də bundan əziyyət çəkirsiniz. Uşaqların telefon asılılıqları, oyun misal üçün də müxtəlif oyunlardan olan asılılıqları, oyunların hal-hazırda hansı təhlükə baxımından uşaqlara təsir göstərməsi, bütün bunlar valideyni təşviş vəziyyətinə gətirir, çıxardır. Valideyn buna görə narahatdır. Deyir, uşağımı həyətdən, bacadan yığışdıra bilmirəm. Yaralı, bir tək sizin yaralı yeriniz deyil, bir çox valideynlərin yaralı yeridir. Çünki uşaqların bugün maraqlarını belə korreksiya etmək çox çətindir. Valideyn dərhal nəticə istəyir. Bax, əsas problem nədir? Valideyn dərhal nəticə istəyir. Valideyn istəyir ki, uşaq onun istədiyi kimi etsin. Valideyn nə deyirsə, uşaq onu yerinə yetirsin. Sanki uşaq bir robotdur və biz də o robotu idarə etməliyik. Sualınızı bir də yazın, zəhmət olmasa görmürəm. Həm danışmaq, həm də oxumaq, inanın, çox çətindir. Bunu bacaranlar, yəqin ki, yalnız suallara cavab verənlər olur. Sualı yazırlar, qısa cavab verirlər. Sualı yazır, qısa cavab verirlər. Məndə isə indi hal-hazırda bizim Phoenix klubda olan görüşümüzün vaxtıdır. Yəni, sadəcə klubda bizim görüşlərimiz mütəmadi keçirilir, sual-cavablar edirik. Bu dəfə düşündük ki, açıq keçirək və bu mövzuya biraz geniş tərəfdən baxaq. Hər kəsin, yəni hal-hazırda yaralı yeri deyirsinizsə, o məqamlara diqqət yetirək. Telefon alüdəçiliyi barədə, bax, həmin o mərhələyə toxunmaq istəyirəm ki, bu saat valideynlərin əsas narahatlığı odur ki, biz uşaqlarımızın maraqlarını idarə edə bilmirik sanki. Bax, burada bir məsələ var da, idarə etmək məsələsi. İnsan deyəndə ki, mən istəyirəm ki, övladım belə eləsin, bu bilin ki, valideynin hal-hazırda elə yanaşmasında olan bir problemdir. Valideyn birbaşa təsir edib, birbaşa uşağı hətta bəzən institut seçimində belə, onun gələcək həyatının qərarına belə bu formada təsir edir. Sənə bu lazımdır, birbaşa tövsiyə xarakterli. Və uşaq da artıq öyrəşib axı ki, valideyn məni başa düşmür, valideyn mənim istəklərimi paylaşmır və bu problemdə artıq yaranır nə? Valideyn övlad arasında ciddi bir boşluq, hansı ki o boşluqdan atlanmaq və artıq sənin əlin çatmır. Əlin uzanmır övladının qərarlarına təsir etməyə, çünki övladın səni yaxın buraxmır. Siz artıq bir-birinizdən uzaqlaşırsınız. Bu zaman valideynin mənim hər zaman tövsiyəm olur ki, birinci, emosional cəhətdən özünüz bir stabilizasiya əldə etməlisiniz və özünüz bir öz narahatlığınıza birinci son qoymalısınız. Çünki siz təşvişli vəziyyətdə, siz dərhal nəticə əldə etmək o istəyi ilə övladınıza nə qədər çox baskı edəcəksinizsə, hətta telefon alüdəçisi bir uşaq varsa, övladınızı dərhal sanki o vəziyyətdən qoparmaq istəyəcəksinizsə, bu bir qədər də sizin üçün çətin olacaq. Çünki övladınız buna imkan verməyəcək. Ya sizi aldadacaq, yalan danışacaq. Ya da ki, özünə qapanacaq. Yəni, bəzən elə olur ki, uşaqlar belə bicliklər eləyirlər. Misal üçün, telefonu hardasa başqa yerdə gizlədirlər. Siz yuxuya gedəndən sonra telefonu əl atırlar. Yəni, uşaq bu formada zaten istədiyinə doğru gedəcək. Çünki siz hal-hazırda ondan bunu tələb formasında, tələb kimi qoyursunuz və mən demirəm, indi valideynlərin də təbii ki, ailənin də qaydaları var, qanunları var, amma bunu dominant xarakterli, belə deyim də, üzərinə gedərkən siz nə olursunuz? Siz elə bir ki, ayrılırsınız da, siz uşaq üçün düşmən kimi görünürsünüz. O başa düşmür, niyə görə bunu etmək lazımdır? Sanki mən sənin böyüyünəm, mən sənin atanam, mən sənin ananam, ona görə, bir tək buna görə sən mənim istədiyim kimi etməlisən.
Bu üsyandır. Bu uşaq üçün artıq müharibədir. Sanki məndən güclü birisinə mən mütləq tabe olmalıyam. Bu sevgi deyil. Burada hal-hazırda aranızda əgər həqiqətən də sağlam bir bağların olmasını istəyirsinizsə ki, övlad sizin istədiyiniz kimi etsin deyənə, bunu qorxudan deyil, sadəcə sevgidən irəli gələrək, yəni mən valideyn mənə bunu izah edir və mən başa düşürəm ki, niyə görə, hansı fəsadlar ola bilər. Bax, izah, belə deyək də, depressiya, çox üzr istəyirəm Sevinç xanım, hal-hazırda bizim klub daxili çərçivəsində olan bir görüş keçirilir deyənə, ona görə mövzumuz valideyn-övlad münasibətləridir. Bu mövzu ətrafında çalışırıq indi söhbət edək. Əgər uyğun bir sualınız olarsa yazın. Depressiya, bax, hətta uşaqlarda da olur depressiv bir durum. Mən başa düşürəm ki, hal-hazırda valideyn-övlad arasında problem olarkən hər kəs ayrı-ayrılıqda bu əziyyəti yaşayır və valideynin hələ ki mən prizmasından qeyd edirəm də, biz valideynlər çalışırıq ki, uşağa təsir etmək üçün onun sanki ya qadağa içərisində, ya qayda qanun, gündə yalnız 2 saat telefon oynaya bilərsən. Bu qaydadır. Bəli, qayda ola bilər. Amma əgər siz övladınızla bunu razılıq əsnasında tətbiqinə başlasanız, bildinizmi? Yəni o da bir razılıq verməlidir ki, bəli, Ayana, mən də başa düşürəm, mən buna imza atıram, yəni razılaşıram səndən ki, gündə cəmi 2 saat telefonla oynayacağam. Yəni yalnız dərslərindən sonra telefona baxacağam, oyunlara başlayacağam. Yəni uşaq buna razılıq, yəni əldə edirsə, bu bir öhdəlikdir. Artıq öhdəliyi daşımaması, səhvlərə yol verməsi bunun ayrıca bir cəzası ola bilər. Və bu cəza barədə uşaq da məlumatlı olmalıdır. Uşaq bilməlidir ki, əgər o məsuliyyəti daşımaq üçün, salamlayıram hər kəsi, o məsuliyyəti daşımaq üçün insan, belə deyim, dərk etməlidir ki, bunun fəsadı nə olacaq? Əksər hallarda, bax, məktəbə təzə-təzə ibtidai sinif şagirddə uşaqlar, körpədlər, onları bu saat, belə deyim, ağır tədris proqramı ilə zaten məktəbdə yükləyirlər. Hansı ki, onlar üçün bu məktəb, belə deyim də, proqramı böyük bir nifrət sahibi olur. Və ona görə evə gələndə də valideynlər də öz tərəfindən tələb edəndə ki, bunu eləməlisən, bütün bax son nöqtəyə qədər bütün çalışmaları yazmalısan, siz də elə həmin o nifrət sahibinin yanında olursunuz. Sanki nə məktəb, nə valideyn məni başa düşmür. Mən bunu etmək istəmirəm. Mən oynamaq istəyirəm. Uşaq başlayır belə bu formada üsyan eləməyə, ağlamağa, hətta ağlayıb ev tapşırıqlarını ağlayaraq yazan uşaqlar var. Və bu zaman siz bir valideyn olaraq əlinizdə xəttkeşlə uşağın başının üstündə dayansaz ki, hamısını yazacaqsan, çünki bu tələbdir. Bugün mən bunun üzərində üstündə başının üstündə dayanmasam, necə ki, bax, hətta yeməyə də bu aiddir ya. Uşaq yemək istəməyəndə elə valideynlər var ki, qaşıq-qaşıq uşağa yeməyi yedizdirirlər. Sanki yeməlisən. Başqa sənin çıxış yolun yoxdur da. Mənim yadıma gəlir, mən cəmisi bir ay bağçaya getmişəm. Bax, bir dənə əhvalat danışım sizə də, güləcəksiniz. Niyə görə? Çünki cəmi bir ay getmişəm də, Sovetin dövründə olan bağçalarını yada salaq, dövlət bağçaları. Orada bir müəllim var idi. Deməli, mən yemək istəmirdim. Bax, indi bu günə qədər mənim o qırmızı suplara qarşı allergiyam var da. Onun əti buruma gələndə mən dözə bilmirəm. O bir ay ərzində çoxlu sayda bax, bu tərbiyəçinin, müəllimin davranışından travmalar almışam. Yadıma düşəndə gülə-gülə xatırlayıram təbii ki, travma kimi xatırlamıram. Amma o vaxtlar üçün bu mənə pis təsir etmişdi. Mən yemək istəmirəm, məcbur olsam bütün günü ac gəzər. Bax, bu elə valideynlərin qorxusudur da. Mən uşağıma yemək yeməsəm, o ac gəzəcək. İnanın, uşaq ac qalmayacaq. O uşağı, belə deyim də, canlı bir insandır. İnsan ac qalanda mütləq nəsə yemək istəyir. Sadəcə uşağa yeməyi, belə deyim, iyrəndirən valideynlər var ki, uşaq yeməyi heç bilmir, yeyəndə onun dadını bilmir deyənə. Artıq yemək proseduru onun üçün böyük bir qəliz bir məsələyə çevrilir də. İndi təsəvvür edin ki, o bağçada mənə kaşanı yemək istəmirdim. Qırmızı supu düzürsəm. Qırmızı supu yemək istəmirdim. Gözləyirdim ki, bəlkə kotletlə kartuşka gələr, onu yeyərəm də. O qırmızı supu yemirəm, gözləyirəm. Müəllimə də gəlir, deyir ki, yeməsən başına tökəcəm. Yeməsən, valideynlərin də bir çox valideynlərdə belə bir sözlər olur, deyirlər, başına tökəcəm. Mən də başa düşürdüm ki, əşi, deyir də indi, amma yemək istəmirdim.
Gözlədim ki, kotlet heç olmasa yeyərəm. Gətirdi kotleti tökdü supun içinə ki, yaxşı, onu yemədin, bunu bir yerdə yeyəcəksən. Bu da müəllimənin belə bir yanaşması olmuşdu. Ona görə dediyim kimi, valideyn uşağın üstündə, başının üstündə dayananda onu nəyəsə məcbur edəndə onun elədiyi prosesə nifrəti oyanır. Valideynə qarşı artıq bir boşluq, belə ciddi bir uzaqlaşma yaranır ki, valideyn məni başa düşmür. Uşaq özlərinə qapanan uşaqlar olur. Görürsünüz, bəzən uşaq belə heç üzü gülmür. Belə 9-10 yaşı var, hələ uşaqdır da, körpədir hələ ki. Amma görürsən ki, qaşqabağı bu yaşda uşaq əslində gülməlidir, əylənməlidir. İndi təbii ki, temperamentdən də çox şey asılıdır. Amma uşağı məcburiyyətlər içərisində böyüdən, yəni valideynlər olduğu təqdirdə uşaqda daima neqativ bir yanaşma olur. Sanki hər kəs ondan nəsə tələb edir, bu uşaq da onu şəkər, konfet, bax elə məsələ burasındadır ki, uşaq təbii ki, şirniyyatla gündə belə dolananda onun apetitinə və iştahına təsir göstərir. Ondan sonra yeməyə baxdı, iştahı oyanmır. Siz də həmin o yeməyə qarşı onu məcbur edəndə o yeməyin nə dadını biləcək, nə də ki, sizin ona qarşı olan narahatlığınızı. O sadəcə imtina edəcək. İmtina nəticəsində onu elə məcbur edəndə də uşaqda yemək prosesinə nifrət hissi yaranır. Necə ki, elə yatmaq prosesinə də. Uşaq yatmalıdır. Yatmalısan və salam. Söndürürlər də işığı, uşağı uzadırlar yerinə ki, yatmalısan. Yatmaq prosesi belə nifrətə çevrilir. Ona görə bax bu məsələni indi əksinə çevirək də, hörmətli, dəyərli valideynlər, qayğıkeş valideynlər. Gəlin bu məsələni biraz əks tərəfdən baxaq. Görək ki, nə cür etmək lazımdır ki, uşağın belə deyək, yeməyə qarşı, ümumiyyətlə sizin istədiyiniz prosesə qarşı marağı oyansın. Hətta tədrisə belə. İndi bax, bir dənə misal çəkim də sizə. Keçən dəfə uşaqlara deyirəm ki, səhər-səhər idman eləmək lazımdır. Balacaya dedim, görürəm ki, balaca heç diqqət yetirmədi mənə. Deyirəm, Mika, idman edək, hərəkət edək, sağlamlıqdır, özümüzü yaxşı hiss edəcəyik, gəl idman edək. İstəmirəm, amma istəmirəm, getdi. Getdi, görürəm ki, telefonunu götürdü, açdı, özü üçün indi telefonda oyun oynayacaq. Bir tərəfdən istəmirik ki, uşaq bütün gün telefonda asılsın, düzdürmü? İkinci tərəfdən istəyirik ki, uşaq sağlam bir gündəlik vərdişlərinə başlasın. Biz nə etməliyik? Biz özümüz o prosesə düşməliyik. Yəni, özümüz də uşağın etməli olduğunu etməliyik maraqlı bir formada ki, uşağı cəlb edək. Mən götürdüm belədən, daroşkanı atdım yerə, başladım idman eləməyə. Görürəm ki, o bir otaqdan bir gözü ilə mənə baxır. Başladım hərəkətlər etməyə, biraz əziyyət çəkməyə, belə də olar. Gördüm, böyük oğlum gəldi, o da qoşuldu mənə. Hə, balacanın da marağı uyandı. Orada nəsə baş verir, mənsə orada deyiləm. Atdı telefonu əlindən, gəldi, qoşuldu bizə və biz bir yerdə, üçümüz də başladıq idman eləməyə. Eləcə də dərsə olan maraqda da elədik. Gördüm ki, 1-ci sinif idi, hələ yazmağa o qədər də meyl göstərmir, istəmir. Mən də görürəm ki, bu uşaq gedir kənardan oturub, desəm ki, gəl otur, dərsli, məktəbin ev tapşırıqları var, gəl ev tapşırıqları var, elə sonra oynayarsan, deməli, sonra oynamaq onun üçün maraqlı bir şeydir. Elə bir də konfetdir də sənə veriləcək. Amma ev tapşırıqları bu bir cəhənnəmdir. Mən bunu, belə deyəm də, yayımlayıramsa uşağa, uşaq da eyni həmin o vəziyyətə, təbii ki, agresiya yaşayacaq. Ola bilsin, gəlib oturacaq, məcburiyyət, o deyir, xətkeş üzərində duranda məcburi edəcək ev tapşırığı. Qane olacaq bu məsələdən bir siz, bir də ki, məktəbdə müəllimə. Amma uşaq deyil. Biz isə çalışmalıyıq ki, uşaqda o marağı oyadaq və o məsuliyyət hissini formalaşdıraq. Və mən neynədim? Mən oturdum, indi demirəm, amma məni düzgün başa düşün, mənim də səhvlərim olur. Mən bu səhvləri görürəm və başqa çıxış yolları axtarıram. Və psixologiyada hal-hazırda olan belə mənim həm tədrisim, həm hal-hazırda psixologiyada olmağım mənə kömək edir ki, müxtəlif vasitələrlə, alətlərlə bu uşaqlarla davranışı formalaşdırım. Və mən dedim ki, hə, indi oyun formasına deməli keçirtməliyəm. Başqa çıxış yolum yoxdur. Əgər mən bunu bir valideyn kimi istəyirəmsə, tənbəllik atmalıyam kənara, işlərini gözlətməliyəm. Ya da deməliyəm ki, uşaqdır da, oynayır oynasın. Nə zaman özü məsuliyyəti dərk edər, özü ev tapşırığını edər. İkisindən birini seçməliyəm, amma məcburiyyəti deyil. Mən dedim ki, bir baxım, bir sınayım da, başladım hərfləri özüm belə. Nə maraqlı gedir. Bu qələm nə maraqlı yazır. Necə ki, maraqlı yazır. Gör, uşaq ya, necə yazır. Deyirəm, bax, gör necə yağlı yazır. Qəşəng bir başladım onun gözünün qabağında o hərfləri, belə deyim də, dəftərdə yazmağa.
Aldı əlindən ki, mən özüm eləyim, sən mənim yerimə yazma. Deyirəm, mən yoxlayırdım ki, gör necə qəşəngdir. Uşaq oturdu, başladı həmin o hərfləri bir dənə, iki dənə, üç dənə yazdı, kifayət etdi. Yəni, məcbur deyil uşaq hamısını yazsın. Uşağın fiziologiyası, hətta hal-hazırda çox təəssüflər olsun ki, bugün tədris proqramının yükü qarşısında çox acizdir. Hal-hazırda ona hazır deyil. Uşaq oynamaq daha çox. Uşaq üçün bugün ən gözəl yaxşılığı nə etmiş ola bilərik? Uşaqların bədəninin hərəkətlərinə diqqət etməliyik. Onlar daima dinamik o inkişaf fazasıdır. Daimi hərəkətdə olsunlar, oynasınlar, atlansınlar, belə deyim də, bir-birləri ilə təmasda olsunlar. Həyətə çıxartmaq, mən əslində açıq səmimi etiraf edim, uşağın bütünlüyü həyətdə olmasını mən tərəfdarı deyiləm. Amma uşaqları çıxartmaq parka, hansısa bir əyləncə məkanına ki, orada biraz daha hərəkətli, dinamik bir gündəlik vaxt keçirsinlər. Nəinki evdə oturub məktəbdə belə deyim də, dəftər, kitab arxasında da vaxt keçirsinlər. Bunun maksimum nə qədər imkan varsa bu mərhələni uzadın. Çünki artıq sonraki orta sinif şagirdi olduğu vaxtlarda zaten proqram, tədris proqramı o qədər yüklənmiş olacaq ki, indidən uşaqkən məktəbə qarşı nifrəti formalaşdıranda o orta sinif şagirdi olan vaxtlarda ümumiyyətlə maraqlı olmayacaq. Nə instituta daxil olmağa, nə də məktəbi bitirməyə, imtahanlar onun üçün böyük bir problemə çevriləcək. Çünki valideynin gözləntiləri ki, mənim övladım mütləq və mütləq bu instituta daxil olmalıdır. Mən ona bu qədər vaxt sərf eləmişəm, pul sərf eləmişəm, sənə bu qədər zaman ayırırıq, sən daxil olmalısan instituta. Bu uşaqlarda böyük bir, ciddi bir təşviş formalaşdırır. Xoşlamır. İmkan verin ki, qoy uşaq uşaqlığını yaşasın. Bax, belə deyək. Budur. Birinci sinif böyük bir, belə deyim də, fəlakət deyil ki, uşaq əgər vaxtında hərfləri düzgün yazmaz. Qoy 3-cü sinifdən xətti formalaşsın. Vacib deyil birinci sinifdən ideal xətt olsun. Yəni, uşaq sonradan yavaş-yavaş zaten yazmağı öyrənəcək. Amma bu, belə deyim, vaxtında, zamanında olmalıdır və uşağın buna öz istəyi formalaşmalıdır. Dişini buraxmısınız, biz necə, belə deyək də, buna da qarşı sizin də o münasibətiniz düzgün formalaşmalıdır. Siz içinizdə desəniz ki, əşi, uşağım belə oldu, mən bilmirəm neyniyim, artıq sizin özünüzün bu düşüncələriniz daxilinizdə bir monoloq olaraq sizi təşvişə doğru aparacaq və siz uşağınıza görə başlayacaqsınız narahat olmağa və valideynin narahatlığı uşağa ötürülür. Və sonra deyirsiniz ki, imtahan qabağı uşağın həyəcanı nə cür aradan qaldıraq? Necə edək ki, uşaq imtahandan öncə həyəcanlanmasın, gedib bildiyini də unudur. Hə, elə sizin həyəcanınıza görə yeniyetməlik çağında görürsən ki, uşaq nevrozu artıq, mən keçən dəfə bir xanım seansıma gəlmişdi, cavan bir xanımdır da, yəni İtaliyada instituta qəbul olub, orada təhsil alıb. Amma baxıb görürsən ki, bu insan bütünlüklə, yəni nevrotik bir vəziyyətə o dərəcədə düşüb ki, onun hətta üzünün dərisində artıq o yaranmış səpkilər bir əlamət olaraq bildirir ki, bu bütün günü o nevrozdan əziyyət çəkən bir insan, mən ümumi deyirəm də, çox buradalığa getmirəm. O əziyyət çəkməsinin səbəbi odur ki, o narahatdır. Bugünə qədər hər şeyin ideal olmasını istəyir, imtahanların hər mükəmməl nəticəsini gözləyir. Niyə görə? Çünki o, onun üçün, belə deyim də, valideynlərin gözündə mükəmməl olmağı bugün bir mənalı olaraq səslənməsə də, şüuraltı olaraq onu həmin o vəziyyətdə daimi saxlayır. Yəni, bu insan çalışır hər şeyin ideal olması üçün. Əlindən gələnə imtahanın nəticə etibarilə onun, belə deyək də, insan imtahandan narahat olursa, başa düşməlisiniz ki, onu bu vəziyyətə gətirib çıxaran hansısa faktorlar, ətraf təsir faktorları var. Yəni, bir növ, əgər mən imtahanı verə bilməsəm yaxşı bir formada, mənim həyatım nə cür davam edəcək? Bax, bu kabusda əgər hətta qeyri-müəyyənlik yaranarsa, orada artıq panik atak elementləri də çox gözəl bir formada yarana bilər. Valideyn bəzən deyir ki, yox, mən belə demirəm. Mən bilirsiniz necə deyirəm? Keçən bir xanım deyir, Səmir xanım, yox, mən övladıma deyirəm ki, sən bacaracaqsan, səndə hər şey alınacaq. Yəni, bu da, baxın, bu mesajın, belə deyim də, altında səslənən əsas məna nədir? Sən, yəni, başqa cür ola bilməz. Yəni, mütləq şəkildə sən imtahanı verməlisən. Mən sənə inanıram, səndə bu alınacaq, alınmaması mümkün deyil. Bax, belə bir yanaşma olarsa, təbii ki,
uşaqda həmin o təşviş, həyəcan pozuntusu belə yarana bilər. Çünki uşaq hələ düşünür ki, başqa çıxış yolu yoxdur. Yalnız bir yol var və mən bu imtahanı verməliyəm. Və təəssüflər olsun ki, bu hallarda acınacaqlı nəticələr də əldə etmiş oluruq. Sonra valideyn deyir ki, axı mən harda səhvə yol verdim, nə baş verdi, niyə mənim uşağım bu cür hallardan üzləşdi, niyə özünə qapanıb, niyə depressiyadadır? Bu həm münasibətlərdə, həm də dediyim kimi təhsildə, gələcək karyerasında özünü bu formada göstərir. Ona görə bax valideynlərin hələ ki prizmasından danışanda əsas sizə çatdırmaq istədiyim belə deyim də başlıca məna nədir ki, sizin bir növ ən birinci öz həyəcanlı fikirlərinizi təhlil etməniz lazımdır. Niyə görə bu gün bu formada uşağınıza qarşı tələbkarlıq ehtiyacı duyursunuz? Niyə bu gün bu formada uşağınıza təzyiq edirsiniz? Səbəb nədir? Bu səbəb və əlaqələri özünüzlə belə deyim, öz keçmişinizi qazıntı işləri ilə deyil ha, araşdırmaqla və əlaqəni tapmaqla ki, mən əvvəllər, misal üçün, özüm həddindən artıq bir qadağalar içərisində yaşamışam və buna görə valideynimi günahlandırmıram qəti şəkildə. Sadəcə o səbəbini görürəm ki, o vaxtlar mən bu qadağalar içərisində qalmışam və bugün mən həddindən artıq, mən övladımı bu hallardan qorumaq üçün ona çoxlu sayda nə vazic, sevgi göstərməyə çalışıram, onu hiper qayğı ilə əhatə edirəm, onu pambığın içində böyüdürəm və ona çalışıram hər şeyin maksimum, ən yaxşısını verim. Onun yerinə hər şey edirəm, onun ayaqqablarının, belə deyim, bağlarını özüm bağlayıram, diqqət göstərirəm. Bu uşaq artıq hər iki silahdır. Hər şey ona hesab edin ki, o gələcəkdə sizsiz nə etməyi bacaracaq? Siz onu hər şeyini edirsiniz də belə zaten. Belə olan hallarda təbii ki, uşağı belə imkanlarını, öz bacarıqlarını inkişaf etməsində əksinə mane olursunuz. Bax, bu əlaqəni gördükdə siz başa düşməlisiniz. Özünüz birinci bu təşvişli qayğı münasibət modelindən bir qədər ayrılmalısınız. Uşağa bir qədər sərbəstlik verməlisiniz ki, uşaq özü istədiyini etməyi bacarsın, ən azından yaxşı, pis, fərq etmir. Tək ki, o onun bacarığıdır, o onun nailiyyəti kimi qiymətləndirilsin. Belə olan halda təbii ki, artıq həmin o ilk addımlar atılacaq və bundan sonra yalnız uşağın ayrıca maraqlarının istiqamətini yönəltmək. Bu artıq növbəti mərhələdir. Sanki siz başa düşürsünüz ki, uşağın bu saat şəxsi inkişaf mərhələsində hələ öz həyatını dərk etmir, hələ bilmir hansı istiqamətə onun üçün daha yaxşı ola bilər. Ona birbaşa kənardan tövsiyə etmədən ki, sənin üçün həkimlik yaxşıdır, sənin üçün nə bilim başqa bir ixtisas yaxşıdır, proqramistliyə getsən daha yaxşıdır, daha gəlirlidir, daha pulludur. Elə etmədən uşağın həqiqətən də öz maraqlarını üzə çıxartmaqda ona bir dəstəkçi və ona bir köməkçi olacaqsınız. Və uşaq artıq burada etibar edə biləcək sizə. Çünki başa düşəcək ki, valideyn mənə təzyiq etmir, valideyn araşdırır ki, mən nə istəyirəm. Ona görə bu məsələdə ayağa, uşağım yıxılanda, yox quzum, özün qalx ayağa deyirəm, mənə deyilə bəs olar. Çox doğru bir formada edirsiniz Arzu xanım. Əla, çünki bu həqiqətən kim nə deyirsə desin, insanların təbii ki, bu bilgisizliyindən irəli gələn bir məsələdir. Uşaq hətta yıxılanda valideyn eləyirsə, valideynin üzünün simasından uşaq başa düşür ki, bu qorxulu bir məsələdir, yoxsa yox. Amma deyəndə ki, hətta deyəndə ki, heç nə olmaz. Bu bilirsiniz necə orta məxrəci tapmaq lazımdır da. Dərhal ağıl çalanda ki, indi özün qalxacaqsan, heç bir problem yoxdur. Uşaq ağlayırsa hətta, uşağa doğrudan da nəsə belə deyim də, travma yarandısa, incitdisə nəsə onu, yox, ağlama, hətta bəzən olur, valideynlər deyirlər, oğlan uşağı ağlamaz, dur, kişilər ağlamaz, belə proseslərə onun o emosiyalarının yayımlanmasının da qarşısını alırıq. Uşaq ağlayırsa o ağrını başa düşmək lazımdır, qarşılamaq lazımdır. Ona görə siz çox doğru edirsiniz bu məsələdə ki, uşağa imkan verirsiniz ki, özü ayağa qalxsın. Bu çox gözəl bir bacarıqdır və gələcəkdə əlbəttə insanların bu belə sərbəst həyatda addımlamaqları, inamlı addımlamaları üçün çox gözəl bir nailiyyətdir, belə deyərdim. Bax, bu valideynlər tərəfindən yaranmış bir prizmadır. Dediyim kimi, emosional cəhətdən öz təşvişinizi, belə deyim, yoluna qoyursunuz yavaş-yavaş.
Və sonra artıq başlayırsınız necə? Uşağın öz maraqlarının axtarışına və onunla bərabər bir dostcasına. Əgər bu gün artıq bir problemlər varsa münasibətlərinizdə, dediyim kimi, ola bilər ki, indi yaranıb da, artıq elə bir mərhələdəsiniz ki, uşaq sizi eşitmək istəmir. Uşaq siz nə desəz belə, aldı desəz, qızıldı desəz, nə desəz belə, uşaq bunu düzgün qarşılamayacaq. Belə bir vəziyyət yaranıbsa, hal-hazırda uşağın yaranmış öz düşüncələrində bir uşaq psixoloqu ilə onu üzləşdirməyiniz yaxşı olar ki, uşaq öz etiraflarını etsin. Paralel olaraq münasibətin korreksiyasında bir kompleks olaraq mən onu görürəm. Sistemli ailə terapiyası çərçivəsində valideyn-övlad münasibətlərinin davranışını korreksiya etməyə gətirib çıxartmaq lazımdır. Yəni bir tək uşaqla məşğul olmaqla kifayətlənməyin. Yəni uşağa belə mən başa düşürəm hansı səhvlərə yol vermişəm, əsəbimi uşaqdan çıxartmışam və yaxud da ki, ailədə çoxlu sayda mübahisələr olub, yoldaşımla dava-dalaşlar uşağın gözü qarşısında olub, boşanma ərəfəsindəyik. Yəni uşaq buna görə çoxlu travmalar yaranıb, yəni tikləri hətta yaranıb. Bu hallarda bu problemləri tək başına, yəni uşağın bu əlamətləri aradan götürməklə, uşağı yalnız uşaq psixoloquna göndərməklə kifayətlənmək olmaz. Bu bilirsiniz nəyə bənzəyir? Uşağı sanki özünə bir şillə vurursunuz və onun üzündə ləkə yaranır və siz o ləkəni aradan qaldırmaq üçün gedirsiniz həkimə. Amma onu yaradan səbəb əgər davamlı olaraq, yəni bu proses davam edirsə, uşaq psixoloqla da məşğul olmaq heç bir nəticə vermir. Çünki uşaq yenidən həmin o mühitə qayıdacaq. Ona görə sistemli ailə terapiyası bu məsələdə çox gözəl bir vasitədir ki, siz bir kompleks ailə olaraq artıq müraciət edirsiniz, münasibətlərinizdə yaranmış həmin o, belə deyim, pozuntuları qeyd edilir, yəni müəyyən olunur ki, harda yaranır bu problem. Sonradan artıq ayrı-ayrılıqda ailə üzvlərinin işləmək olar. Yəni, hər kəs öz ehtiyacını bəlli edir, başa düşür ki, hansı ehtiyacdan irəli gəlirdi. Uşaq da başa düşür ki, hansı ağrıları, misal üçün də, aradan qaldırmaq istəyir, nədən qurtulmaq istəyir, ana ilə nə cür davranmaq istəyir, o nə istəyir ki, ana onunla, təşəkkür edirəm, o nə istəyir ki, ana onunla, belə deyək də, necə davransın, hansı nəvazişi, hansı diqqəti görmək istəyir. Bu məsələdə artıq onlar kompleks, yəni əl-ələ tutaraq həll edirlər. Bir-birlərini çünki hal-hazırda problem yarananda indi bir qədər artıq növbəti illərdə, yetkinlik dönəmində valideyn-övlad arasında problemlər yaşananda nə baş verir? Artıq insanlar sanki bu problemdən qurtulmaq üçün elə başlayırlar küskünlük. Bayaq efirin əvvəlində mən dedim, təlimin əvvəlində ki, insanlar qurtulmaq üçün ayrılığa sanki məruz qalırlar da. Bir-birlərindən aylardan danışmırlar, küsülülü qalırlar. Amma bu demək deyil axı, insanlar o ağrıdan qurtulmuş olurlar. Danışdırmadım, hər şey yolundadır. Xeyr. O ağrı, o qəlb yarası sizin içinizdə qalır, ta ki o vaxta qədər ki, siz bu problemə aydınlıq gətirməsəniz, onunla yenidən təmas qurmasanız. Bu problem çözülməlidir vaxtında. Diqqətiniz üçün çox sağ olun, çox sağ olun. Dietoloq da özdə, baxın, xanımlar, insanları hər zaman sağlamlığa yönəldən bir mütəxəssis. Bu sağlam həyat tərzi, insanın həm bədənində, həm psixikasında formalaşması üçün insan münasibətlərdə hüzur əldə etməlidir. Əks təqdirdə nə edirsinizsə edin, bu sadəcə kompensasiya forması olacaq. Elə bəzən qadınların gedib saçının rəngini belə dərhal dəyişməsi də bir köməkçi vasitədir ki, mən sanki, belə deyim də, qurtulmaq üçün gedirəm, özümdən uzaqlaşmaq istəyirəm, müxtəlif vasitələrə əl atıram, amma bu problemin həllinə kömək etmir. İnsan həmin o münasibət problemi çözməlidir, bir rahatlıq tapmalıdır. Qəlbinizdəki o yara, o kin, valideyninizə əgər xüsusən də bu söhbət valideyn-övlad münasibətlərindən gedirsə, əgər orada bir çöküntü varsa, o çöküntü dərinləşdirdikcə sizi sizdən uzaq edəcək. Çünki insanın şəxsiyyətinin formalaşmasının prosesi valideynlə birlikdə aparılan bir prosesdir. Əgər sən bugün valideyndən imtina edərsənsə və valideyn də əgər bugün övladını görmək belə istəmirsə, bu şəxsiyyətə, yəni identifikasiya edilən bir qərəzli bir mövqedir. Çünki insan, axı mən bir qanımdandır, canımdan olan bir parçadır. Mən onu imtina edirəmsə, mən özümdən də imtina etmiş oluram.
Yəni bu dediyim kimi bu məsələlərdə ən birinci biz nəyə diqqət yetirməliyik? Münasibətlərin çözülməsi üçün yaranmış, belə deyim, vasitələrdən maksimum yaranmış o vasitələrdən nə cür biz istifadə edə bilərik? Vasitələrdən biri nədir? Dediyim kimi, ən birinci sizin emosional durumunuzun stabilləşməsi üçün düşüncə tərzinizin dəyişilməsi, bu koqnitiv davranış terapiyası önəmlidir. Yəni bunsuz münasibətin yeni bir formulasını yaratmaq mümkün deyil. Əgər siz əvvəlki düşüncələrlə münasibətə təsir göstərəcəksinizsə, mümkün deyil. Ola bilər ki, bugün sizə hətta kimsə barışdıracaq. Kimsə deyəcək ki, misal üçün sənin əzizindir, sənin sevdiyindir, sənin valideynindir, sənin doğmandır. Fərq etmir. Barışmalısan. İnsan deyir, bəli, qurtuluram, mən barışıram. Tutaq ki, barışdınız. Amma nə baş verir sonra? Yenidən həmin hallar yaşanılır, çünki sizin düşüncə tərzi dəyişməyib. Mən həkim deyiləm, üzr istəyirəm. Ona görə bilmirəm söhbət indi ağızda nədən gedir. Özümü təqdim edim. Bəlkə də məni ilk dəfə görənlər bugün iştirak edir görüşdə. Mən klinik psixoloq, ailə terapiyası üzrə mütəxəssis təlimçiyəm, Samira Rəhimova. Tibb təhsilim yoxdur. Ona görə əgər doktor yoldaşım burada olsaydı, sizin sualınıza cavab verərdi. Qaynatam həmişə mənə çirkin deyir, ona cavab verim ki, otursun yerində. Yox, yerində belə baxın, sizin artıq belə aqressiv yanaşmağınız münasibətin gərgin fazasına keçmənizə təsir göstərəcək. Təbii ki, valideynin sizə daimi şəkildə belə bir müraciətlər etməsi ki, çirkinsən, nə bilim, nəsə, bu özgüvənə çox təsir etmiş olur. Dismorfobiyanın da yaranma səbəblərindən biri odur ki, çox vaxt uşaq ikən valideyn övladına qarşı bu formada münasibət göstərir. Hər kəsin yanında onu deyir, buna bax, ay Allah, bu burundan qızımı kim alacaq mənim, kim alacaq bu burundan qızımı? Artıq o uşağın özünə qarşı olan, belə deyim də, negativ bir fikir formalaşması prosesi yaranır. Bu məsələdə ciddi bir belə deyək də, travma ola bilər, başa düşürəm. Amma yerində otuzdurmaq, artıq baxın, uşaqda yaranmış bu aqressiya bir nəticədir, bir fəsaddır ki, siz valideyninizə qarşı üsyan sanki etmək istəyirsiniz. İndi biz yavaş-yavaş keçək uşaqların bayaqdan valideyn prizmasından danışırdım, övlad prizmasından da diqqət yetirək bu məsələyə. Deyəsən, mən yoldaşıma söz vermişdim ki, birdə bitirəcəm. Doktor, əgər burada efirdəsizsə, zəhmət olmasa mənə bir işarə verin. Əgər efiri bitirməliyəmsə, yavaş-yavaş yekunlaşdıram. Çünki bizim deyəsən daha bir görüş olacaq. Bir dəqiqə. Yox, ne udalось. Aha. Belə, indi uşaqların prizmasından da qısaca deməyə çalışacağım ki, bax, burada uşaq əgər Moskva vaxtı ilə 13:00 oldu doktor. İndi yekunlaşdırıram. Bir dənə bir sözümü diqqət çatdırım. Əsas məsələ odur ki, çünki bayaqdan danışırdıq ki, valideynlər nə cür davranmalıdırlar. Amma əgər övlad, bax dediyiniz kimi, valideyndən belə bir halları müşahidə edirsə və ona çox pis təsir edirsə, bu saat valideynin, övladın valideyninə qarşı apardığı belə bir üsyan xarakterli müharibə var. Hələ 1 saat var görüşə. Söz okey, çox sağ olun, təşəkkür edirəm, minnətdaram. Söhbətimizin şirin məqamında demək istədiyim bir məsələni çatdırmaq istəyirəm də. Bu çox vacibdir. Çünki uşaqların bugün valideynindən küsməsi, inciməsi, emosional cəhətdən uzaqlaşması onlara yaxşı təsir etməyəcək. Yəni, bir növ Jennifer Lopez alqışlayır. Təşəkkür edirəm. Jennifer Lopez mənim ən çox simpatiya duyduğum bir xanımdır. Təşəkkür edirəm. İndi nəyə deyəcəkdim? Fikrimi yayındırır sizə. Bax, komplimentləriniz fikrimi yayındırdı. Övladlarınız, dediyim kimi, övlad əgər valideyndən inciyirsə, emosional olaraq uzaqlaşırsa, bu hala yol vermək olmaz. Nə etmək lazımdır? Var insan deyir ki, axı mən nə edə bilərəm? Belə valideyn olmasına olmaması yaxşıdır. Mənim həyatımı çürüdür. Mən də insanam, mən də yaşamaq istəyirəm. Baxın, valideyn səbəbkar deyil sizin bugün bu əziyyət çəkmənizə. Ola bilər ki, valideynin davranışı nəticəsində siz əgər o münasibəti yoluna qoya bilməmsinizsə, sizin içinizdə ciddi bir komplekslər var. Yəni, siz onunla dil tapmaqda çətinlik çəkirsiniz. Ola bilər, haradasa haqsız bir yanaşmalar olsun. Çox sağ olun, təşəkkür edirəm, doktor. Haqsız yanaşmalar ola bilər.
belə deyim də, bax bugün mən yoldaşıma haqsızlıq göstərməməsi üçün bugün klubda görüşdüm, özüm keçirdim. Çünki doğrudan da dünən çox yorulmuşdu. Saat 11-dən təsəvvür edin, axşam saat 6-ya qədər bizdə şənbə günü enurez problemi ilə əlaqəli olan valideynlərin görüşü keçirilirdi və həmin vəziyyətdə də bax valideyn övladına görə nə dərəcədə narahatlıq, qorxu keçirdi, təşviş yaşayırdı. Biz onun canlı şahidi olurduq. Enurez problemi əslində bugün o qədər aktual, o qədər geniş bir problemdir ki, doktor öz qəbulunda belə bir tərəfdən diaqnostikanı aparırdı, bir tərəfdən valideynləri belə deyim də, onların təşvişli düşüncələrinə aydınlıq gətirirdi. Ona görə bu proses uzun çəkdi, 5 dəqiqə olsun belə doktor heç su belə içmədi. Ona görə təşəkkür edirəm sizə bütün valideynlər adından və bugün də dedim ki, istirahət elə, efirə səni yaxın buraxmayacağam. İstirahətində ol, mən də klubbdakı görüşümü keçirim, sırf elə valideyn övlad arasındakı problemləri işıqlandırım. Və bugün əgər övlad doğrudan da öz valideyninə qarşı bu kimi halları yaşayırsa, o başa düşməlidir ki, onu narahat edən psixoloji komplekslər var. O kompleks nədir? Bir toplumdur da. Yəni sənin belə deyim də, güllər atəşinə tutdunuz məni, doktor, mən stop texnikası, diqqətim yayılır. İndi belə deyim, o komplekslər sizin keçmişdə yaşadığınız özünüzlə əlaqəli, şəxsi identifikasiya, yəni mənninizlə əlaqəli formalaşmış fikirlərinizin toplusudur ki, bugün sizin həyatınızda insanlarla davranışınıza pis təsir edir. Və indi bax bu məsələdə bu toplu, bax dediyim həmin o dismorfobiya var ha, hansı ki valideyn deyib sənin burnuna görə səni heç kim almayacaq. İndi bu misalın üzərində baxaraq da bu nəticə etibarilə insan öz görünüşünə qarşı natamamlıq kompleksi yaşayır. Və bu natamamlıq kompleksi artıq nəyə gətirib çıxarır ki, insan özünü təsdiq etsin həyatda bir başqa bir məsələlər üzərində. Çalışsın, belə deyim, hər kəsi yerinə, bax deyirsiniz, yerinə otuzdurmaq istəyirəm. Niyə görə yerinə otuzdurmaq istəyirsiniz? Çünki sizin buna ehtiyacınız var və bu natamamlıq kompleksinə irəli gəlir. Siz birinci öz komplekslərinizə aydınlıq gətirməlisiniz ki, sizə bunu vadar edən əsaslı səbəb nədir? İnsan dərk edəndə, biləndə ki, onu incidən nədir qəlbində? O çalışır öz kompleksi ilə özü məşğul olsun. Artıq məsuliyyəti valideyn üzərinə atmır ki, günahkar anamdır ki, mənə belə sevgisizlik ötürüb. Yox, o sevgisizliyi hansısa bir formada nümayiş etdirmək məcburiyyəti daşıyıb, özünün də bundan xəbəri olmuyor. O, onun problemidir. O, misal üçün də sizin atanızla daimi münaqişə yaşayıb sizin gözünüzün qarşısında, siz travma almışsınız. O, onların öz aralarında yaranmış problemidir və onlar öz davranışlarına görə məsuliyyət daşıyırlar. Sizin bugün məsuliyyətiniz odur ki, siz həmin o vəziyyətə qarşı öz emosional formulanızı, içinizdəki yaşantılarınızı dəyişəsiniz ki, artıq o aqressiyanı duymayasınız. Həmin o halları bir daha yaşamayasınız. Bu məsələdə siz çalışmalısınız artıq kompleks olaraq terapevtik proseslərə başlayasınız. Terapiyaya açıq olan insanlar var, terapiyaya bağlı olan insanlar var və ona görə də hər insan bu mərhələləri rahat keçə bilmir, təəssüflər olsun. Ona görə birinci növbədə insan dərk etməlidir, araşdırmalıdır, o maarifləndirici işləri özü üçün də, belə deyim də, müxtəlif mənbələrdən əldə etdikdə o prosesləri təhlil etməlidir ki, mən indi bundan sonra hansı yolda nə cür hərəkət etməliyəm. Çünki əks halda nə baş verir? Sən sabah artıq ailə quranda valideynə qarşı bu dərəcədə kin, nifrət, aqressiya hiss edirsənsə və yaxud da ki, küskünlük yaşayırsansa, hətta bir yerdə qalsınız belə, sonra ondan qarşı aqressiya duyursan, sənin şuur altına elə bir formada bu hopub ki, sən sabah öz sevdiyin insanla da sağlam münasibət qura bilməyəcəksən. Sən o dərəcədə sevgiyə sanki ehtiyac, sanki deyirəm ha, sanki ehtiyac o dərəcədə duyacaqsan ki, ona asılı təşvişli münasibət modelindən doğru gedəcəksən. Niyə görə dedim sanki? Çünki insanlar artıq yaranmış bu vəziyyətlə əlaqəli, həmin o travmalarda irəli gələrək öz beyinlərinə yazırlar ki, mən sevgi çatışmazlığı yaşamışam. Məni psixoloji əzizləməyiblər, mən sevgiyə acımışam, mən ehtiyac duyuram və bu prizmadan artıq sən hər bir əzizlənən, sənə biri bir gözəl bir məlahətli söz deyəcək bir
kişi xeylağı, də bir söhbət qadınlardan gedirsə, sən dərhal əriyəcəksən. Sən bu insanın mənəviyyatına, şəxsiyyətinə, davranış modelinə diqqət yetirməyəcəksən. Deyəndə ki, axı sənə bu dərəcədə psixoloji əgər təzyiq göstərirsə bu insan, sənin hissləri ilə oynayırsa, səni onun yanında saxlayan qüvvə nədir? O deyir ki, o mənə o dərəcədə qayğı, o dərəcədə heç vaxt görmədiyim sevgini mənə ötürdüsə, mən ona yox deyə bilmədim. Mən başa düşürəm o mənə əziyyət verir. Amma onun mənə verdiyi qayğı da mənim üçün lazımdır. Və mən indi yenidən o qayğını bərpa etmək üçün çalışıram onun gözündə yenidən layiqli bir xanım olum. Niyə görə mən hər dəfə səhvlərə yol verirəm? Artıq qadın başlayır özündə günah axtarmağa, özündə səbəb axtarmağa ki, mənim bu insanla münasibətim heç cürə alınmır. O mənə o əslində məni axı sevir. O mənə o qədər qayğı, sevgi göstərib ki, axı aldanıb o sevgi, belə deyim də, mesajlarına. Və indi çalışır o hissləri yenidən qaytarsın. Ona görə də bütün manipulativ oyunlara dözür. Təsəvvür edin. Dözür və nəticə etibarilə də nevrotik münasibətlər, onların arasında toksik münasibətlər davamlı olaraq sürür. Belə hallara yol verməməsi üçün ona görə hər bir insan öz içində valideyninlə yaşadığı münasibətləri doğru bir formada yoluna qoymalıdır, aydınlıq gətirməlidir. Şərt o deyil ki, siz belə deyim də, valideyn dediyi ilə oturub durasınız. Söhbət ondan getmir. Bax, bir çox ailələrdə bu problemlə əlaqəli çoxlu sayda münaqişələr yaşanılır ki, misal üçün də qadın deyir ki, mənim yoldaşım ana uşağıdır, ananın oturduğu sözlə oturur durur. Elə kişilər də deyirlər ki, bütün günü anası ilə telefondan asılı, bütün evin sirri, anası onun nə bilim beyni doldurur, evimizdə söz-söhbət düşür. Yəni bu halların olmaması üçün əslində vacib şərt deyil ki, siz valideyninizdən mütləq imtina etməlisiniz. Ondan ayrılmalısınız ki, ailə mühitinizi qoruyasınız. Yox, söhbət məhz ondan getmir. Söhbət ondan gedir ki, siz niyə görə təsir altına düşürsünüz? Niyə görə ana ilə dil tapa bilmirsiniz? Keçən dəfə yoldaşım bir gözəl video paylaşdı. Oğul ata arasında olan münasibətini belə deyim, əyani şəkildə nümayiş etdirdi. Əgər kimsə baxmayıbsa, tövsiyə edirəm baxsın. Elə Ragimov yazsanız bizim TikTok'da Ragimov yazsanız görəcəksiniz. Onun videoları arasında var. Ragimov, 2 dənə F axırda. Onun səhifəsinə keçin. Ata və övlad arasında gözəl bir nümayiş etdirdi ki, valideyn zəng edir, yaşlı bir insandır, övladla tələb edir ki, sən niyə bizə gəlmirsən? Dur, gəl, belə olmaz, artıq bir aydır səni görmürəm, bu nə oğulluqdur, oğluna təzyiq edir və oğlu da aqressiv cavab verir, mən uşaq deyiləm ki, sən mənim üstümə qışqırasan, bax bu komplekslər arasında olan gərginlik yaşanır. Amma deyəndə ki, sən təsəvvür edir ki, bu sənin yaşlı atan, sənin oğlunun uşağındır da, sən uşağıma nə cür cavab verərdin? Hə, darıxmısan? Darıxmısan? Yaxşı, gələrəm. Kimi gətirim özümdən? Bax, sən onu uşaq kimi davran, gör münasibət nə çevrilir. Dəyişir. Yəni sizin verdiyiniz reaksiyadan münasibətin istiqaməti dəyişir. Ona görə bu məsələdə bax demək istədiyim odur ki, öz içinizdəki komplekslərin toplusunu müəyyən edin. Hardan gəlir o əlaqələr? Və ondan sonra valideynlərinizlə də həmin o ünsiyyət körpüsünü dəyişə biləcəksiniz. Və eləcə də valideynlər sizin övladınızla bağlı hansı təşvişli düşüncələrini daşıyırsınızsa, ona bir aydınlıq gətirin, özünüzü, öz təşvişinizi yoluna qoyun ki, sonradan uşağınızla da düzgün bir ünsiyyət yaradasınız. Əgər valideyn deyir uşağına ki, siqaret çəkmək olmaz, amma özü siqaret çəkirsə, uşaq başa düşəcək ki, ata yalan deyir. Niyə onu olar, mənə olmaz? Əgər valideyn ana qışqıraraq deyir ki, qışqırma, özü amma qışqırırsa, uşaq deyəcək, niyə sənə olar, mənə olmaz axı? Ona görə ən birinci, dəyərli valideynlər, öz təşvişimizi, öz davranışımızı yoluna qoymalıyıq ki, sonradan da sağlam bir formada uşaqlarla ünsiyyət quraq. Narahat valideyn heç vaxt uşağa rahatlıq verə bilməz. Ona görə birinci narahatlığı yoluna qoymaq lazımdır. Bugün demək istədiklərim bu idi. Yəni bizim klub çərçivəsində olan bir görüşümüz idi. Phoenix klubda hal-hazırda Zoom platformasında yəni bizi izləyən insanlar rahat şəkildə bu məsələdə öz fikirlərini də bildirə bilərlər. Bugün Kənan mənim görüşə gələ bilmədi, amma gələn həftə üçün yəqin ki, klubda bir görüş keçirərik.
Təşəkkür edirəm diqqətiniz üçün. Nə suallarınız olarsa, profildə nömrə var, orada əlaqə saxlaya bilərsiniz. Psixoloji konsultasiyalarla bağlı, tədris proqramı ilə bağlı müraciət edə bilərsiniz, ətraflı məlumat göndəriləcək. Və eyni zamanda bizim klubumuza üzv olmaq istəsəniz, əgər hər hansı bir sualınız olsa, diaqnostika keçirmək istəsəniz, misal üçün psixoloji konsultasiyanın qiyməti sizi qane etmirsə, keçən bir xanım yazırdı ki, çox bahadır qiymətlər. Əgər qiymətlər qane etmirsə, müraciət edə bilərsiniz, bizim klubumuza üzv ola bilərsiniz. Orada həftədə bir dəfə qrup şəklində sualınızı səsləndirib məhz sizin mövzunuz ətrafında ayrıca diaqnostika apara bilərsiniz. Yəni, həm mənim, həm də ki, Kənan müəllimin iştirakı ilə təbii ki. Belə, bugün isə bu qədər. Və Əsri xanım, sualınız olacaqmı? Nəsə danışmaq istəyirsinizmi? Bugün kim var klubumuzda? Zəhmət olmasa bir sualım var Buyurun, idi. Əsri. Buyurun, Uşaqla buyurun. nə dərəcədə dost olmaq? Ona indi bəziləri deyir ki, çox dost olmaq olmaz və yaxud da uşaqla ana arasında dostluq münasibəti düzgün deyil. Bu nə Hə. dərəcədə olmalıdır? Tamam, bildim. Sualınız aydın oldu Əsri xanım. Bu da çox belə deyim də, yaranmış çoxlu sayda belə bir münasibət modeli var ki, deyirlər ki, qızımla sanki rəfiqəyəm. Bu sözün altında yaranmış mənaya diqqət yetirməliyik. Birincisi, dost olmaq olar, amma əgər siz övladınızın gözündə avtoritetsinizsə, yəni bu anamın dünya görüşü, anamın verdiyi, misal üçün, qərarlara qarşı əgər övlad hörmət qoyursa, yəni ki, mənim əgər anam, misal üçün, bu fikrə gəlib çıxıbsa, o nə üçünsə bu fikrə gəlib çıxıb və bunu hər zaman övladına izah edirsə, onların arasında yaranır nə? Dostluq və hörmət körpüsü. Yəni, mən etibar edirəm bir növ öz valideynimə. Amma əgər mən onunla rəfiqə kimi davranıramsa və onun gözündə avtoritet deyiləmsə, sadəcə mən də onun kimi bir uşağam. Mən də onun kimi şıltaqlıq edə bilərəm. Onunla birlikdə əylənirəm, oynayıram, sanki biz dostuq. Amma sabah ona deyəndə ki, belə yox, belə etmək lazımdır, o deyəcək ki, sən bilmirsən. Bax, burada çox ciddi bir yanlışlıq var ki, valideyn, bir ana öz qızı ilə o sərhədi pozmamalıdır qəti şəkildə. Yəni, əgər siz də onun kimi dostsuz, sən onun bacısısan, deməli. Deməli, sən əgər onun bacısınsa, təbii ki, bacı-qardaş arasında da münasibətlərdə bu mərhələləri keçmək olmaz. Harda ki, aranızda olan o, belə deyim, hörmət və etibar hissi pozulmasın deyənə, o sərhədi keçmək olmaz. Yəni, insanlar bir-birlərinə qarşı nə isə təhlil edəndə, hansı bir fikir irəli sürədəndə onun izahını verməlidirlər. Amma əgər başlayırsa ki, mən dedim, mən belə düşünürəm, ona görə belədir. Təbii ki, bu şəxsi sərhədlər pozulur və insanlar başlayırlar bir-birlərinə təsir etmək. Eləcə də valideyn öz övladı ilə dostluq mərhələsində dediyim kimi o dominantlığı olmadan, sadəcə avtoritet olaraq hər zaman dostluq göstərir, amma etdiyi hər bir qərarların izahını verirsə və uşaq da həmin o fikrə gəlir çatırsa ki, həqiqətən aha bunu necə bacardı? Buna deyirlər şəxsiyyətə pərəstiş və yaxud da ki, atam necə bir insandır ki, bunun öhdəsindən gələ bilir? Supermendir atam, supermen. Belə düşünərək və ata uşağın maraqlarını belə paylaşırsa, dostcasına onunla deyir ki, sən mənə hər şeyə, hər məsələdə etibar edə bilərsən. Sən ən yaxın dostun mənəm, çünki mən sənə ən doğru yolu göstərəcəm. Onda mümkündür. Amma əgər o avtoritet, belə deyim, pilləsi yoxdursa, Ayşə xanım, onda dostluq etmək çox təhlükəlidir. Çünki sizin dediyiniz söz heç bir zaman belə olan halda nəzərə alınmayacaq. Bax, bu məsələyə diqqət yetirin. Ümid edirəm ki, belə çatdırdım da sizə fikrimi. Əlavə sualınız varmı? Ayşə xanım, bildinizmi yəni nə demək istəyirəm? Əsas məsələ orasındadır ki, o avtoritetliyi qoruyasınız. Və avtoritetliyi qorumaq üçün də dediyim kimi, bundan öncəki mərhələləri sağlam bir formada keçid etməyə lazımdır. Əks halda valideyn uşaqdan hər zaman hər şeyi tələb formasında qoyursa və sonra deyirsə ki, mən səninlə dostam, bu mümkün olmayacaq. Mümkün olmayan bir məsələdir. Belə, başqa sualınız yoxdursa, sağ olasın. Xeyr, çox sağ olun. Siz sağ olun, təşəkkür edirəm görüşə gəldiyinizə görə. Hər kəsə də buradan bir daha diqqətiniz üçün minnətdaram söyləmək istəyirəm. Növbəti görüşlərə qədər gələn həftənin görüşlərini, çox güman ki, canlı efirlərinin vaxtlarını da storydə elan edəcəm. Yaxşımı? Sağ olun. Bir sağollaşın.
Buradan bağlayıram. Bir dəqiqə. Совершить.